istəyirsən. Düzdür bacı? Sənə nə var? Bircə gün istəmişdin. Amma mənim arzularım necə çıxdı. Təəssüf hissiyle mən deməliyəm ki, biz vidalaşmalıyıq. Bu dəfə həmişəlik. Niyə? Sən axı 2 gün mütü qayıtmısan. Özdə hədiyəsiz qayıtmısan. Mən səfərdə olanda gəmim tufana düşdü. Tufana? Bütün heyətimlə, var dövlətimlə dənizin dibinə getdi. Bircə mən sağ qaldım. Sağ qaldın. Tanımadığım bir sahilde özüme geldim. Soyudan dişlerim birbirine değdi. Bu azmış gibi canavarların da hücumuna məruz kaldım. Korkulu sarayın ışıklarını görüp özümü xilas eləmək için saraya daxil oldum. Saraya? Önce düşündüm ki bu hansıza xeyirxah bir seyirbazın sarayıdır. Əslində isə o bədheybətin sarayıymış. Bədheybət? O mənə düz 3 gün vaxt verdi. 3 gün? Dedi ki bu 3 günün ərzində ya mən gəlib onun qulu olmalıyam, ya da kızlarından biri. Ben de sizin heç birinizin canına kıya bilmediğim için ömürlü yola gedirəm. Ömürlü? Axı Bədheybət sənə niyə belə bir şərt qoydu? Onun sevdiği kızıl gülü dərdiyime göre. Ata, sən o saraya necə qayıdacaqsan? Bu üzüğün köməyiyle. Ata, indi bizim üçümüzden biri. Senin yerine o saraya gitse, sen azad olacaksın ne ata? Bəli kızım. Ata, Atacan, ben sana göre canımdan belə keçmeye hazırım ata. Lazım. Mənə hediye almazsan belə, seni çok sevirəm ata. Sadece ben, sadece ben, sadece sen, sadece ben. Ben evin büyük kızıyam. Büyüksüz ev olmaz. Ona göre de ben her yere gidebilirim. Atacan, ben giderim sadece ben. Kızım lazım değil. Sen ne? Sadece ben. Sadece sen ne? Sadece ben gitsem, siz hamınız benim için darıxacaqsınız. Heç kim heç yere gelmeyecek. Bu benim səhvimdir. Elbette. Bu səhvin de cezasını ben özüm çekmeliyim.